Deməli, mövzumuz Şəddadilər dövləti. Şahidlər, bu bəzi feodal dövlətlərimizdə dediyimiz kimi, Şəddadilərdə də dövlətdən əvvəl əmirlik yaranmışdı. Hansı əmirlikdir bu? Dəbil əmirliyi yaranması. Dəbil ətrafında 951-ci ildə Salarilər dövlətinin zəifləməsi nəticəsində Şəddadin nəslində olan Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini qurdu özünə. Dəbil əmirliyi yarandı. Daha sonra onun oğlu Əli Ləşkər ibn Məhəmməd 971-ci ildə sonuncu Saları canişinini Gəncədən qovur. Kimin dövründə Salar hökmdar İbrahim ibn Mərzban. Biraz əvvəlki testimizdə var idi. Venn diaqramında orada demişdik ki, İbrahimin dövründə Salarilər müstəqil oldular. Əli Ləşkər Gəncəni özünə paytaxt seçərək yeni bir dövlətin əsasını qoydu. Şəddadilər dövləti. Demək ki, burada nə dedik? Şirvanşahlar dövlətində olduğu kimi əmirlik olan vaxtı paytaxt məsələsindən söhbət etmirik. Söhbətdən, yəni Gəncə dövlətin paytaxtı olubdur. Dəbil isə, Dəbil burada əmirliyin dövründədir. Necə ki, Şirvanşahlarda xatırlayırsa məziyyətlər demişdik ki, Bərdə əmirliyi qurdular, sonra Gəncəyə köçürdülər mərkəzini, bu əmirliyə aiddir. Dövlət isə 861-dən başlamışdır. Burada da eyni formada Şəddadilərdə Dəbil əmirliyi dövlətə aid deyil. Dövlətin əsası 971-də yarandı. Əli Ləşkər ibn Məhəmməd tərəfindən yaranmış oldu. O, Arazdan şimalçı feodal mülklərini özünə tabe etdi. Bərdə və Şəmkiri tabe etmişdi, birləşdirmişdi. Burada qeydimiz var, bizə düşür. Deyir ki, Şəddadi dövlətinin hökmdarları əmir titulu daşıyırdılar. Yəni, burada şah, padşah demir, əmir deyirik. Deməli, Bərdə və Şəmkiri özünə tabe etdi. Bu məsələdə diqqət edirsə, Şəddadilərdə hökmdarların fəaliyyətinə aid xüsusiyyətləri soruşur bizdən. Fəzl ibn Məhəmmədin hakimiyyət dövründə xırda feodallar tabe etdi, Gəncə ətrafı mülkləri özünə birləşdirmişdi. Sual olaraq qarşıda çıxacaq. Bərdə və Şəmkirin tabe edilməsi Əli Ləşkərə aiddir. Gəncə ətrafı mülkləri tabe edilənsə Fəzl Məhəmməd. Eyni zamanda Beyləqanı Şəddadilər dövləti birləşdirmişdi, Dəbili dövlətə tabe etdi. Gürcü feodallarına qarşı mübarizə aparmışdı. Bu xüsusiyyət digər dövlətlərdə oxşar olaraq qarşımıza çıxacaq. Həm Sacilər,də həm də Salarilərdə qarşımıza çıxacaq. Xəzərlərə qarşı mübarizə aparmışdılar. Şirvanşahlar dostluq münasibətləri və qohumluq münasibətləri qurmuşdu. Tiflis Müsəlman əmirliyi Rəvvadilərlə isə dost əlaqələri saxlamışdı. Azərbaycan Oğuz tayfaların məskunlaşmasına icazə vermişdi. 30-cu illərdə gəlmişdi. Deməli 11-ci əsrin 20-ci illərdə Rəvvadilərdə, 30-cu illərdə isə Şəddadilərdə Oğuz tayfaların məskunlaşması var. Xudafərin körpüsünü inşa etdirmişdi. 1027-ci ildə orada illi düşməyibdir. 1027-də inşa olunmuşdu. Azərbaycanın şimal və cənubu arasındakı əlaqələrin qurulmasına, iqtisadi həm də mədəni əlaqə qurulmasında mühüm rol oynamışdı. Oğuzların gəlməsilə bunu suallarda tez-tez soruşur bizdən. Şəddadilər hərbi qüdrəti atmışdı və Azərbaycanın qərb torpağını işğal etməyə çalışan Bizans erməni gürcülərə qarşı mübarizə daha da əlverişli hala düşmüşdü. Eyni zamanda onların planları iflasa uğramışdı. 1030 baxaq. Şəddadi hökmdar Musanın dövründə nə işlər görmüşdü? Deməli, bu Slavyan yürüşlər, biraz əvvəl sizə qarşımıza çıxan testdə Slavyan yürüşlər var idi. Slavyanların köməyə çağırmışdı. Hansı Slavyanlar bunlar? Deməli, 1030-cu ildə Slavyanlar Şirvanşahlar arasında yürüş edir. Şirvan ərazisini paytaxt Yezdiyən qarat etdikdən sonra Şəddadi hökmdar Musa həmin Slavyanları özünə köməyə çağırdı. Özünə köməyə çağırdı və nəticədə Beyləqanda üsyançılara divan tutuldu və o Slavyanlara çoxlu hədiyyələr verir, buradan göndərdi, yola saldı, getdi. Ləşkər, ikinci Ləşkərin hakimiyyət dövründə. Baxın, onlar 1037-38-ci illərdə, 37-38-ci illər Bizans erməni qoşunlarını, yenə də Bizans gürcü qoşunlarını məğlub eləmişdi. Onun dövründə görülən mühüm hadisələr. 1048, bunun ilini çox soruşur bizdən. Soruşacaq. (1048-ci ildə). Deməli, Səlcuqlar, Azərbaycan gəlir Səlcuqlar Şəddadilərlə birlikdə Bizans erməni gürcü qoşunlarını məğlub eləmişdi. Əhəmiyyəti yenə də Bizansın və erməni gürcülərin planların pozulmuşdu. Əbüləsvar Şahabinin hakimiyyət dövründə hakimiyyət daha da gücləndi.
Orduda bir sayı islahatlar keçirdi. Testləri bunu soruşur. Diqqətli olasınız testi yazarkən. Gürcü və Şirvanşahlarla mübarizə aparmışdı. Fəzl Məhəmməddən fərqli olaraq orada Fəzlin dövründə Şirvanşahlarla qohumluq var. Burada isə düşmənçilik var. 1054-cü ildə isə Səlcuqlara tabe olmuşdu. 1054-cü ildə. Gürcüstan vasitəsilə alanların yürüşünün qarşısı alınmışdı. Azərbaycan yürüşünün alanların yürüşünün qarşısı alınmışdı. Bunun üçün 1062-ci ildə Gəncə ətrafında xəndək və hasarlar qazılmışdı. 63-də isə məşhur Gəncə qala qapıları İbrahim Osmanoğlu tərəfindən hazırlanmış Gəncə qala qapıları. 3-cü Fəzlin hakimiyyət dövründə sonuncu əmir idi. Sonuncu hökmdarımız olmuşdu. Səlcuqla münasibət gərginləşdi. 1-ci Məlikşahın hakimiyyət dövründə Şəddadilərin varlığına son qoyuldu. Deməli, Alparslan tərəfindən Rəvvadilərə, Məlikşah tərəfindən Şəddadilərə son qoyulmuşdu. Aydındır. Oxşar cəhətləri onsuz da testdə işləyəndə düşünəcəksiniz, düşünərək tapacaqsınız. Burada da oxşar cəhət olaraq veribdir. 10-cu əsrdə ərəblərin zəifləməsi yaranmışdı. Salarilər dövlətinin ərazisində yaranmışdı. Oğuz türkləri məskunlaşmışdı. Növbəti keçirik Slavyan yürüşləri. Şahidlər, bu Slavyanlar kimlərdir? Slavyanlar buradan xəritədə gördüyünüz kimi, baxın, bu Qara dənizdir. Bura Xəzər dənizidir. Slavyanlar gördüyümüz gibi Şərqi Avropa ərazisində yaşayırlar. Xüsusən də Volqa çayı sahilində, Volqa və Don çayı. Volqa budur, Don çayı da buradadır. Bu ərazidə yaşayırlar. Və onların Azərbaycana ilk yürüşləri başlamışdı 9-cu əsrdə. 9-cu əsrin sonlarında ilk hücumları. Amma kütləvi şəkildə, yəni davamlı olaraq yürüşləri isə 10-cu əsrin əvvəllərinə aiddir. Yəni ilk yürüşləri soruşsa 9-cu əsr götürəcəksiniz. Deməli, Slavyan yürüşlərinin asanlaşdıran səbəbi nə idi? 9-11-ci əsr Azərbaycan tarixində bilirik ki, feodal dağınıqlıq dövrüdür və yaxud da siyasi dağınıqlıq deyirik bunu. Vahid mərkəzləşmiş dövlətimiz yoxdur. Eyni zamanda Xəzərli donanmamız yoxdur. Ticarət var, amma hərbi donanmamız yoxdur. Slavyanlar əsas gəldiyi yol burada. Baxın, bu istiqamət. Xəzər dənizi vasitəsilə Azərbaycana gələcəklər. Baxırıq yürüşlərinə. Birinci yürüşümüz 10-cu əsrdə olan birinci yürüş. 909-cu ildə Abaskon arasında gəldilər, oranı qarət etdilər. Yerli əhali onları məğlub edib qovdu. İkinci 910-cu ildə olan yürüşdə yenə də Xəzər dənizi vasitəsilə gəldilər. Burada sahil və əraziləri, adaları yürüş edilər, qarət etdilər, dağıdıb tökdülər. Çoxlu qənimət ələ keçirsələr də geri çəkildilər. Şirvanşah qoşunları tərəfindən məğlub edilərək göndərdilər. 914-cü il yürüşü digərlərindən biraz fərqli idi. Çünki bu zaman onlar Xəzər xaqanının ərazisindən keçib gəlmişdilər və ondan icazə olaraq gəlmişdilər. Bu icazə də bu formada razılaşmışdılar ki, əldə etdikləri qənimətin yarısını Xəzərlərə verəcəkdilər. Həqiqətən də gəldi. Azərbaycan sahil və ərazilər qarət olundu. Ələ keçirilən əsir və qənimətin bir hissəsi Xəzər xaqanına verildi. Amma xaqanlığın ərazisində olan türk müsəlman tayfaları Slavyanlarla döyüşmək istəyirlər. Buna görə Xəzər xaqanına icazə istəyirlər. Nəticədə həmin türk tayfaları Slavyanları məğlub elədilər və onları qovub çıxartdılar. Hətta o formada ki, Slavyanların çox kiçik bir dəstə qaçıb canını qurtara bildi. Əsirlər və qənimət isə azad olunmuşdu. Bu Slavyanlara elə bir ağır zərbə vurdu ki, uzun müddət gəlmədilər Azərbaycana, getdilər. Slavyanın 944-cü il yürüşü. Burada konkret hədəflər var. Şahidlər, bura qədər olan hissədə bütün Slavyan yürüşlərində məqsəd hədəf qarətçilikdir. Amma 944-cü yürüşündə həm qarətçilik var, həm də möhkəmləmək niyyətləri var. Xüsusən də hansı şəhər? Bərdə şəhərinə gəlirlər. Çünki Bərdə Arranın anası adlanırdı, böyük şəhər sayılırdı, ticarət mərkəzi idi və həmişəlik möhkəmlənmək istəyirdilər. Ona görə gəldilər Xəzər dənizi vasitəsilə gəldilər Kürün mənsəbində, yəni çayın dənizə töküldüyü yerdə dayandılar. Orada sonra oradan yuxarı Kür vasitəsilə gəldilər Bərdə sahillərinə. Orada gəmilərini qoyaraq hücum edilər Bərdəyə. Bərdə bəhs etdiyimiz görə söhbət 944-dən getdiyinə görə bilir ki, Azərbaycan 941-981-ci illərdə kimin tərkibində idi? Salarilər dövlətinin tərkibində idi. Bəs nəticə nə oldu? Şəhəri gəldilər, tutdular, qarət elədilər. Salari hökmdarı Mərzban Məhəmməd şəhərə köməyə gəlsə də, hətta şəhəri mühasirəyə aldı, hücum edildi, Slavyanlara zərbə vursa da şəhərə daxil ola bilmir. Və bu zaman xəbər eşidir ki, Mosul hakimi deməli Salar dövlətinin sərhədlərini cənubdan pozubdur, paytaxta doğru hərəkət edir. Buna görə də
Bərdə ətrafında kiçik bir dəstə saxlayır və əsas qoşunları götürərək geri qayıdır. Bu Mosul hakimini biz bir də xaç yürüşlərində adını çəkəcəyik. Ora çatanda deyəcəm inşallah. Və nəticədə 945-ci ildə Slavyanlar şəhəri tərk etmək məcburiyyətində qaldılar. Niyə görə? Bir, əhali ciddi müqavimət göstərirdi. İki, deməli, xəstəliklər baş alıb getmişdi. Slavyanlar arasında çox itkilər var idi. Bu səbəbdən də bir də əhalinin ciddi inadlı müqaviməti. Bu səbəbdən də burada qala bilmədilər və 945-ci ildə qaçıb getdilər. Slavyanlar növbəti illərdə də yürüş etmişdilər. Amma bu zaman fərqli niyyətləri vardı. Yəni, hər dəfəsində qarşıçı olmasa da fərqli niyyətlərlə gəlirlər. Məsəl üçün, onlardan biri 987-ci ildə Dərbənd hakimi çağırmışdı. Dərbənd hakimi özünə kömək, yerli feodallara qarşı Slavyanların kömək almaq məqsədilə çağırmışdı. Hətta onların köməkliyi ilə Slavyanların köməyi ilə yerli feodallara itaətə gətirdi və hətta Slavyanlardan ibarət yanında mühafizə dəstəsi saxlayırdı. Slavyanlar 1030-cu il yürüşü. Biraz əvvəl testimizdə vardı, qarşımıza çıxdı. Orada diqqət elədinizsə, dedim ki, Slavyan yürüşlərini bir daha təkrar edəcəm. Deməli, Şirvanşahlar üzərinə gəlmişlər, paytaxt Yezidiyəni qarət etmişdilər, paytaxtı hücum eləmişdilər. Oradan sonra da deməli, Şəddadi hökmdarı onları köməyə çağırmışdı. Şirvanşah 1-ci Mənüçöhrün əvvəlcə onun dövründə paytaxtda hücum edildilər. Daha sonra ise Şəddadi hökmdarı Musa, biraz əvvəl Şəddadi dövlətində bunu dedim. Şəddadi hökmdarı Musa öz qardaşının qiyamını yatırtmaq üçün Slavyanları köməyə çağırmışdı. Bu da onların 1030-cu il yürüşü. Növbəti 1032-ci ildə. 1032-33. Bura niyə 2 dənə yazılıb bilir? İndi izah edəcəm niyəsi. 32-də Slavyanlar Alan və Sərirlərlə bərabər gəlmişdilər. Bu yürüşlərində onlar yenə də gəldilər Şirvanı qarət elədilər, paytaxt Şamaxını və yaxud da digər adı ilə Yezidiyəni qarət elədilər. Sonra geri qayıdarkən Dərbənd hakimi onları məğlub etdi. Söhbət gedir 1032-ci ildə. Bir il sonra isə 1033-də Dərbənd hakiminə qisas almaq üçün gəldilər. Yenə də Dərbənd hakiminə məğlub olub geri qayıtdılar. Sonuncu, bu da adını çəkdiyimiz 1175-ci ildə Şirvanşah üçün 1-ci Axistan dövründə. Bunu biz Şirvanşahlar 11-12-ci əsrlər mövzusunda deyəcək, təkrar edəcək. Burada verdiği için deyib, orada ümumiyyətlə geniş izahını verəcək sizə. 1032-1075-ci ildə üzr istəyirəm. 1-ci Axistan hakimiyyət dövründə yenə də Şirvana hücum eləmişdilər. Bu zaman Gürcülərin köməkliyi ilə biz Slavyanları məğlub edib qovmuşduq burada. Dedim ki, bunu Şirvanşahlar mövzusunda yenə də ətraflı deyəcək bizə. Sosial-iqtisadi vəziyyət. Baxırıq. 9-cu əsrdə şahidlər mühüm bir hadisəmiz oldu. Yəni Ərəb xilafəti zəiflədi, Şirvanşahlar dövləti yarandı. İlk müstəqil feodal dövlətimiz. Ardınca da 9-cu əsr sadilərdir. Bunun əhəmiyyəti nədir? Azərbaycanda qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Sizdən soruşa bilər ki, deyə bilər, çaşdırmasını yaza bilər ki, Azərbaycanda ilk dəfə olaraq müstəqil dövlətlər yarandı. Xeyr, ilk müstəqil dövlətimiz Manna dövlətidir. 9-cu əsrdə. İlk mərkəzi dövlətimiz də Manna dövlətidir. Şimalda isə ilk müstəqil dövlətimiz Albaniya dövlətidir. Burada isə nə deyirik? Biz 9-cu əsrdə ərəblərin zəifləməsi ilə, dağılması yox, zəifləməsi ilə qədim dövlətçilik ənənələrimiz yenidən bərpa oldu, ortaya çıxmış oldu. Bu hadisə ölkədə iqtisadi inkişafına müəyyən qədər müsbət təsir göstərmişdir. Hansı sahələrimiz? Kətan sahəsi var. Kənd təsərrüfatına baxırıq. Şirvan, Dərbənddə, Çəltik, Lənkəran, Şəkidə inci dövrdə də formada var. İpəkçilik Şəki, Şirvan, Bərdədə məşhurdur. Pambıq düzənli ərazilərdə daha çox məşhurdur. Burada bizə lazım olan neft var. Bakın birisi neft, deməli, duz və zəfəranla məşhurdur. Balsız sahəmiz burada çox üstündə durmuruq bunların. Deməli, Arranın ən böyük şəhəri Bərdə adlanması bilirsiniz. Arranın anası adlandırılırdı. İndi şəhərdə burada şəhərlər haqqında məlumat verəcəyik sizə. O məlumatlara diqqətli olursunuz. Çünki şəhərlərin haqqında xüsusiyyətlərini soruşa bilər bizdən. Diqqətli olursunuz burada. Orta şəhərlərin xüsusiyyətləri. Nədir bu xüsusiyyətlər? Deməli, şəhərimiz əsasən 2 hissədən ibarətdir. İçəri şəhər və bayır şəhər. Daxildə bazar meydanı, cümə məscidi, evlər və s. yerləşir. Xaricdə isə əsasən əkinçi sahələr yerləşirdi.
Qala divarlarla əhatə olunmuşdu. Hər biri demək olar Dərbənd birinci liman şəhərimizdə, ən böyük liman şəhərimiz. İkincisi isə Bakı şəhəri idi. Eyni zamanda kətan parça istehsalıyla məşhur idi. Kanalizasiya sistemi var idi Dərbənddə onun öncəsində. Bakı ikinci liman şəhəridir, neft bulaqları ilə məşhurdur. Bərdə şəhəri Arran anası adlandırıldı. Bunu biraz əvvəl demişdim. Xatırlayırsınız, Slavyan yürüşlərində dedik. Arran anası adlandırılır. İpəkçilik mərkəzi sahələrdə 944 Slavyan yürüşlər var. Bağdadla eyniləşdirilir bəzi ərəb səyyahları. Azərbaycanın başlıca şəhəri olaraq adlandırılırdı. Şamaxı ipəyi ilə məşhurdur, ticarət mərkəzi idi. Gəncə Məziyyədlər iqamətgah. Bax, iqamətgah deyilir, paytaxt demirik ha, Məziyyədlər sülaləsində. Yəni Məziyyəd Əmirliyin mərkəzi 859-cu ildə. Xristian dünyası ilə İslam dünyası arasında yerləşən ən böyük şəhərimiz qala hesab olunurdu. Ən böyük silah istehsal mərkəzlərinin biri sayılırdı. İpəkçilik mərkəzi idi. Təbriz şəhəri Rəvvadilər dövründə ilk dəfə olaraq Rəvvadilərin dövründə Təbriz şəhəri paytaxt şəhər olmuşdu. Sonra Bağdaddan üstün olan şəhər olaraq adlandırılırdı və saf qızıla bənzədirdi. Diqqətli olun. Bərdəni Bağdadla eyniləşdirdilər. Başlıca şəhər sayılır Azərbaycanda. Təbriz saf qızıla bənzədilirdi. Buna diqqət edirsiniz. Tiflis haqqında belə bir şey deyil. Azərbaycanın Arranın şəhərlərindən biri hesab olunurdu. Suyu olsuz qızılan hamamları ilə məşhur idi. Bu xüsusiyyətlərimizi dedik. Aha, kəndli qruplarımıza baxın şahidlər. Hansılar var? Deməli, 9-11-ci əsrlərdə, düzdür, Abbasilər xilafəti zəifləsə də, Azərbaycanın müstəqil dövləti yaranmış olsa da, feodallar arasında mübarizə davam edir. Yəni, Azərbaycan feodal və siyasi dağınıqlıq var. Buna görə də bəzən bundan da ən çox əziyyət çəkən kəndlilərdir. Kəndlilər ona görə də bu dağınıqlıq vəziyyətdə, ərazisi qarət olmasın deyə, özlərini qoruyub saxlaya bilsinlər deyə, mühafizə edə bilsinlər deyə gedirdilər daha güclü ərəb feodallarının himayəsinə sığınırdılar. Həmin kəndlərə deyirlər uluclar. Ərəb feodallarından asılı olan kəndlər uluclar deyirlər. Onların torpaqları isə ilcə torpaqları və yaxud da hami torpaqları adlanırdı. Yəni ərəb feodallarının əlinə keçən bu torpaqlar ilcə və yaxud da hami və ya himayə edilən torpaq adlanırdı. Burada da belə çıxır. İndi kəndlərin iki qrupu var. Bir uluclar, yəni asılı olan kəndlər, bir də azad kəndlər idi. Azad kəndlər əsasən dağlıq bölgədə yaşayırdılar, dövlətə onlar vergi verirdilər. Yəni, hər ikisi vergi ödəyirdilər. Dövlətə və ya feodala vergi ödəyirdilər. Vergilərə baxırıq. Üşür bildiyimiz bizim xərac vergisi idi. Əvvəllər xərac, indi isə torpaq vergisi üşür adlanırdı. Zəkat bilirsiniz. Ərəblər dövründən qalmada əmlaka görə alındı. Müsəlman İslam 5 şərtindən biridir. Malının 40-dan birini kasıblar üçün verilən vergidir. Cizyə isə müsəlman olmayanlardan alınan vergimizdir. Torpaq mülkiyyət formalarını bilirsiniz əvvəldən. Divan dövlət torpağı, xalisə ayrı hökmdar ailəsi məxsus torpaqlar iqtidar dövlətə xidmət qarşılığında verilirdi. Sadəcə şahın icazəsindən insan keçə bilirdi, amma şərt torpaq sahibi idi və icarəyə verilə bilirdi. Mülk feodalların şəxsi torpağı idi. Ata-baba torpaqlardır. Sahibi malik və ya mülkədar adlanırdı. Vəqf dinilərə məxsus olan torpaqlardır. İcma kəndlilərin ümumilikdə istifadə etdiyi torpaqlardır. Vergilərin çoxu bunun üzərinə düşürdü. Bu xüsusiyyətləri sizdən soruşacaq. Burada deməli, icarəyə verilən torpaqlar bir iqtidardır, bir də vəqf torpaqları ki, bunlar nə ilə icarəyə verilə bilərdi. Kəndlilərin ərəb feodala sığınma səbəbləri nə idi? Ağır vergilər, məmur özbaşınalıq, həmçinin feodal ara müharibələri. Buna görə gedirdilər ərəb feodallarına sığınırdılar. Baxaq, deməli, vergi toplamaq üçün verilən sənəd qəbalə adlanırdı. Vergi toplamaq üçün verilən sənəd icazə kağızı qəbalə adlanırdı. Bunu sizə ifadə etdik. Vergilərin miqdarının azaldılmasını göstərirdi bizə. Mədəniyyət də deyirik, bitiririk. Yazı. Deməli, şahidlər, burada baxırıq. Atropatenli Pəhləvi yazı sistemindən istifadə edilir. Albaniyada isə yerli Alban əlifbası var idi. Biz bunu xatırlayırsa Albaniyada Asvagenin dövründə demişdik. Roma ilə yazılı məlumatların göndərilməsi var. Alban dilində fərmanların tərtib olunması var. Bizə qeyd elədi onu. Sonra burada memarlıq abidələrində şahidlər. Bunlara diqqət edirsiniz.
3-7-ci əsr memarlıq abidəsindən baxırıq. Dərbənddə Dərbənddə qaladan başlayırıq, Narınqaladan. Üzü aşağı. Dərbənd səddi. Buradan başlayırıq. Dərbənd, Cavanşir qalası yerlərlə bərabər öyrənəcəyik. Cavanşir qalası, Çıraq qala, Şabran, Torpaq qala, Qaxda, Çarabkert, Ağdərədə, Gavur qala, Ağdamda, Ağoğlan məbədi, Laçında, Amaras monastırı Xocabənddə. Deməli, Kiş məbədi 5-ci əsr Şəkidə qədim Alban məbədidir. Xristianlıq məbədidir. Sonra 7-8-ci əsrlə baxırıq. Tərtər çayı üzərində Bərdədə körpü, Şamaxıda Cümə məscidi 8-ci əsrə aiddir. 9-11-ci əsrdə Lerikdə Oğlan qala. Baxın, burada diqqətli olursunuz. Ağoğlan məbədi ilə Oğlan qalanı qarışdırmayın. Ağoğlan məbədi Laçındadır. 3-7-ci əsrlərdir. Lerikdə Oğlan qala isə 9-11-ci əsrlərə aid olan memarlıq abidəsi. Naxçıvanda Əlincə qalası 9-cu əsr, bunu çox soruşur. Şamaxıda Sündü kəndində məscid 920-ci ildə. Bunların illərini çox soruşur və yerlərindən diqqətli olaq. Sonra Kitab-ı Dədə Qorqudla bağlı belə bir şey yox. Bəli, onların işarə qoyduqlarımın adlarını əzbərləyəcəksiniz, yoxsa videoya baxanda görəcəksiniz. Bunlar şəhərdə, burada elə böyük bir şey lazım deyil bizə. Sadəcə xalça sənətin inkişafını göstərir. Sonra Kitab Dədə Qorqud dastanı haqqında Dədə Qorqud dastanımızın nə olduğunu buradan baxaq. Bizə vacib olan bir şey varmı? Yoxdur. Burada nə var şəhidlər? 98-ci qərar verilmişdir. Dədə Qorqud dastanı 1100 illiyi keçirilsin. 2000-ci ildə isə bu yubileyə keçirilmişdi.